Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil fərəcəhum. Əziz izləyicilər, mən istəyirəm öncə sizə bir neçə dəqiqəlik bir video parça təqdim edim. Həmən video parça YouTube kanallarının birində 1 saat 52 dəqiqəlik təqribən verilişdən çıxarılmış bir hissədir. Əvvəlcə ona baxaq birlikdə, sonra mən bəzi məqamlara toxunmaq istəyirəm. Amma buna baxmıyorum. Hansı oxuyun o hədisi zəhmət olmasa? Nəyi oxuyun? Elə həmin hədisi. Bəxtdən onu oxuyuram. Bir dənə ola bilsin üçün deyir, oxuyun onu da. Hədisi. Kim ümmətimin üçün dini ilə ilgili 40 hədis əzbərləyərək, olursa, əzbərləyərək olursa Türkçə yazılıb da bilən. Qiyamət günü Allah onu faqihlər və alimlər zümrəsində həşr edəcək. O doğru hədis deyil, bəli. Doğru hədis deyil o. Nə? O doğru hədis deyil, o müqəddimədə yazılıb. Yəni o özü orada deyir ki, zəifdir. Yox, mən nə deyirəm? Burada deyir, alim də deyir ki, bu zəifdir, amma alimlər hamısı əksəriyyəti bunu qəbul edib. Kim qəbul edib? Burada yazıda kim qəbul edib? Mən həm kim qəbul edib? Yazdı ki, qəbul. Nə gülürsən? Bu gülüşün mənası istezadır ya nədir? Yox, sən bu gülüşün tezdə gülürsən, nə məqsədə gülürsən? Deyirsiz, nə bilim kim qəbul edib? Əvvəla qoyarsan. Əziz izləyicilər, gördüyünüz kimi bu video parça Aktual TV'nin yayımladığı bir proqramdan, bir verilişdən kəsilib və həmən proqramda Sərdar Cələloğlu Samir Məmmədov adlı bir şəxslə güya debat ediblər. Təbii ki, mövzu dini sahəsindədir, din mövzusudur. Mənim diqqətimi də məsələ ona görə bu çəkdi. Hədis mövzusunda hədisin qəbul edilib edilməməsi və Sərdar Cələloğlu'nun iddiasına görə desək, hədis dində parçalanma yaradır mövzusunda bir debat ediblər güya. Amma həmən mövzuda ümumiyyətlə heç bir fakt, argument ortaya qoyulmayıb, heç bir tərəf öz deməli fikrini əsaslandırmayıb. Bunlar əvvəl də, səhv etmirəmsən, bir il əvvəl də bir debatları olmuşdu, məsələ eyni YouTube kanalında. Həmən YouTube kanalında deməli mən o verilişə də baxmışdım. Samir Məmmədov Sərdar Cələloğlu'nun çoxsaylı suallarına cavab verə bilməmişdi. Çünki Sərdar Cələloğlu biraz təcrübəlidir və özünə görə də mütaliəsi var, bunu biz belə deyə bilərik. Bu təcrübədən və mütaliədən istifadə edib Samir Məmmədovu deməli nokaut vəziyyətinə salmışdır desək də biz yanlış etmiş olmarıq. Bu dəfədə isə həmən verilişdən çıxarışlar edib deməli öz tərbiyəsizliyi ilə yadda qalan və Sərdar Cələloğlu'nu susturmağa, çalışmağa cəhd edən bir görüntü ilə üzləşdi. Qeyd edeyim ki, bu insanlar nə Samir Məmmədov, nə Sərdar Cələloğlu bunların heç birinin deməli, bu mövzuda danışıqlarından ən azı başa düşülürdü ki, mütəxəssis deyirlər. Belə Sərdar Cələloğlu siyasətçidir, ixtisasca həkim olsa da Sərdar Cələloğlu siyasətçidir, uzun müddət peşəkar siyasətlə məşğuldur, Demokrat Partiyasının hətta sədridir. Samir Məmmədov isə o Vəhhabi əqidəsində olan bir şəxsdir, batil düşüncədə olan bir şəxsdir və ona görə də Sərdar Cələloğlu ilə deməli Samir Məmmədovun bu cür qarşılaşmasının, bu cür hədis mövzusunda müzakirə edilməsi bu Azərbaycan cəmiyyətinə heç bir halda fayda verə bilməz. O ancaq insanları deməli din haqqında yanlış düşünən insanların əlini gücləndirə bilər. Onlar bunları misal gətirə bilər. Bax, bu da din filan bəsməkan, görürsünüz nə danışırlar və heç danışa bilmirlər və s. Dediyim kimi, dinə müxalif olan insanların, xüsusən ateistlərin və s. əlini gücləndirməyə xidmət edir.
belə debatlar, dırnaqarası debatlar, əlbəttə ki, biz buna debatlar deyə bilmərik. Sərdar Cəlaloğlu'nun üzündən oxuya bilməməsi mətni və İslamın əsas dillərindən heç biri əlifbasını bilməməsi, eyni zamanda Samin Məmmədovun da yanlış düşüncədə olması və demək olar ki, dinin əsas xəttini inkar etməsi və ancaq səhabələrin üzərində manevr etməsi və s. Bunlar bu deməli tərəfləri analiz etsə belə bir görüntü ortaya çıxır və bu görüntü də əlbəttə heç bir halda faydalı ola bilməz, heç ziyanlıdır dini cami üçün. Mən bu videonu çəkməkdə əsas məqsədim bu debatın təşkilatçısı ilə bağlıdır. Bir neçə ay bundan əvvəl də təqribən dini mövzuda bir məsələ ilə müzakirəyə mən rast gəldim eyni kanalda. Mən o zaman da bu kanalla əlaqə saxlamağa cəhd elədim. Çox təəssüflər olsun ki, ya mənim nömrəmi tanıdılar və ya nədənsə bilmirəm. Mənim telefonlarıma cavab verilmədi. Mən elə onda da məsələ tərəflərdən biri Samin Məmmədov idi. Samin Məmmədovla həmən mövzuda, təbii dini mövzuda yanlış fikirlər səsləndirdiyinə görə onunla debat təşkil edilməsini deməli mən tələb edəcəkdim, istəyəcəkdim. Çünki Azərbaycan cəmiyyətinin əksəriyyəti şiə inancının daşıyıcısı olduğuna görə məhz bu cür verilişlərdə şiə əqidəsində olan ruhanilərin bir tərəf olması mütləqdir. Amma mən son vaxtlar görürəm ki, Azərbaycan mediasında ümumiyyətlə Elşad Miri kimi, Samin Məmmədov kimiləri, ümumiyyətlə Vəhabi və İslama yad olan əqidələrin daşıyıcıları ilahiyyatçı kimi cəmiyyətə sırınır və onlar cəmiyyətə ilahiyyatçı kimi təqdim olunur. Bu da böyük yanlışdır. Azərbaycanda həqiqi ilahiyyatçılar şiə deməli əqidəsinin daşıyıcısı olan yüzlərlə, minlərlə ilahiyyatçılar var. Baxmayaraq ki, bunların bəzilərini saxta ittihamlarına həbs edib, azadlıqdan məhrum ediblər. Amma yenə də deməli bu mövzuları cəmiyyət üçün normal şəkildə aça bilən, izah eləyə bilən, sonra normal şəkildə bu mövzuların açıqlamasını verə bilən yüzlərlə ilahiyyatçılar var. Amma nədənsə bu cür video deməli YouTube kanalları və yaxud da ənənəvi televiziyalar ancaq Vəhabiləri və eyni zamanda Elşad Miri kimi azğın və batil düşüncə sahiblərini ilahiyyatçı kimi ortaya çıxardırlar və dini məhz istəyirlər ki, cəmiyyət bu insanların dilindən eşitsinlər. Mən bir mənalı olaraq bu cür davranışları pisləyirəm, qətiyyən bu cür davranışlara etiraz edirəm və əgər din mövzusunda söhbət edirsə, əlbəttə ki, bunlar özəl kanallardırlar, biz bunlardan başqa nəsə tələb edə bilmərik, amma ən azı bunların diqqətinə bir çatdırırıq ki, sizin gördüyünüz iş çox böyük yanlışdır. Azərbaycan cəmiyyəti üçün tarix qarşısında siz böyük bir yanlışın altına girmiş olursunuz və öz sizə verilmiş imkanlardan siz yanlış istifadə edirsiniz və Azərbaycanda Vəhabi eyni zamanda azğın və batil əqidə daşıyıcılarını ilahiyyatçı kimi təbliğatını aparırsınız. Bu yanlışı siz cəmiyyətin üzvüsünüz, bu xalqın bir nümayəndəsisiniz. Ona görə belə yanlışları aradan qaldırmaq üçün şiə ruhanilərini də bu cür mövzularda heç olmasa bir tərəf olaraq dəvət etməlisiniz. Mən bir mənalı olaraq buradan telefonlarıma cavab verilmədiyi üçün buradan mən həmən YouTube kanalına və digər kanallara müraciət edirəm. O şəxslərlə şəxsən Sami Məmmədovdur və bu cür batil əqidədə olan insanlardır. Bunlarla bu cür mübahisəli mövzularda bir verilişdə olub və İslamın həqiqətini çatdırmağa hazıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.